Din düşüncəyə dəyər verir. Keçən dəfə dedim, niyə düşünmək bu qədər dəyərlidir? Bilirsiniz niyə? Ona görə ki, adam bir şeyə ki, qiymət verdi, onun haqqında düşünür. Razısınız? Nə haqqında düşünürük? Nə ki, bizim üçün qiymətlidir, onun haqqında düşünürük. Allahın xoşu gəlir düşünən adamlardan. Niyə? Görür ki, Allah görür ki, bu insanlar onun dininə dəyər verir, onun özünə dəyər verir deyə ondan düşünür. Yaradılmış aləminə dəyər verir. İnnə fī xalqis səmavati vəl ərz ləayatin liulil əlbab. Bu ayə idi Peyğəmbər ağladan. Bilal çox görmüşdü, Peyğəmbər ağlayır. Amma burada təəccübləndi. Ya Rəsulallah, paltarınız da yaş olub, gözünüzün yaşı axıb. Ayə nazil olub. Yerin göyün yaradılışında düşüncə sahibləri üçün ibrət var. Niyə ağlayırsınız bəs? Qorxuram ki, bunu da oxuyub düşünməsinlər. Bilirsiniz niyə görə Allah düşünməyənlərə əzab verir? Deyir, yəni mən layiq deyildim, mənim dəyərim o qədər deyildi sənin yanında ki, mənim haqqımda düşünmürdün. Düşünmürdün deyə, deməli mən də, dinim də sənin üçün qiymətli deyildi, dəyərsiz idi. Düşünməməyin cəzası budur, bəlası budur. Bizim imanımız isə emosiyalara əsaslanır, hisslərə söykənir. Quru təfəkkürü də mən qəbul eləmirəm. Təfəkkürə əsaslanan hissə gəlib çata bilsə insan, bax bu dinin istədiyi adamdır. İki cür insan var. Bir düşüncə sahibidir güya, əslində o düşüncə sahibi deyil. Quru da ancaq məsələn. Hər şeyə yuxarı bax, əzadarlara verir. Gedin elm oxuyun, bəsdir, sinə özə vurdunuz. Bu səviyyəli adamdır da məsələn. Bir qrup adam var ki, heç nə düşünmür, gəlir sinəsinə vurur səhərdən axşamacan. İkisi də zəlalətdədir bunların. Düşüncədən qaynaqlanan yanğı, bu dinin istədiyidir. O yanğı, o emosiya ki, onun qaynağında təfəkkür dayanır. Düşüncə insanı yanmağa vadar eləmirsə, nə düşüncədir o? Düşüncə insanı hərarətə, eşqin oduna tərəf istiqamətləndirmirsə, nə dəyəri var onun? İmamlarımız yanıblar, bəs göz yaşlarının niyə qiyməti var idi? Ona görə ki, göz yaşları təfəkkürün nəticəsidir. Təfəkkürün nəticəsi olan bir damcı göz yaşı dünya və axirətdən üstündür. Peyğəmbərin ağlamağı belə idi. Sözümü yekunlaşdırmaq istəyirəm, yolunu deyimdə ki, bəs boş qalmasın. Təfəkkür eləməyin yolu nədir? Təfəkkür eləməyin yollarından biri düşünməməkdir. Belə deyək, düşünməyin yollarından biri düşünməməkdir. Yəni, nələrsə barədə gərək düşünməyək ki, nələrsə barədə düşünək. Nəsə haqqında gərək düşünməyək. Yəni, bəzən biz lazımsız şeylər haqqında o qədər düşünürük ki, yer qalmır lazımlı şeylər haqqında düşünək. Düşüncəmizi onlar məşğul eləyir. Mənasız şeylər işğal eləyir bizim düşüncəmizi. Mənalı şeylərə yer qalmır. Əl-fikru min qeyril hikmə həvəsun. Buyurur ki, hikmətsiz düşüncə həvadır, həvəsdir. Heç nədir. Seriala baxır, düşünür. Görüm, axırda bu bununla evlənəcək, ya onunla evlənəcək. Bu düşüncə hikmətə yer qoymur. Nə faydası var sənin üçün? Nə faydası var bu? Bununla evlənsə, ya o birisi ilə evlənsə? Bu da düşüncədə, oturur, düşünür, analiz edir ki, bu ki, belə gedir. Yox, baxarsan, otururlar qadınlar müzakirə edirlər, elə bil, ən vacib məsələdir. Baxarsan, o onunla evlənəcək. O deyir, yox, sən bilmirsən. Bu düşüncə, bu təfəkkür, mənalı şeyləri düşünməkdən insanı çəkindirir, uzaqlaşdırır. Faydasız şeyləri düşünmək, faydalı şeylərə düşünməyə yer qoymur. Ona görə də istəyirsənsə düşüncə sahibi olasan, əvvəl tap ki, mən nə haqda düşünməməliyəm, düşünürəm. Onu tap, onu aşkar elə. Başqası haqqında bədgümansan, fikirləşsən, deyəsən bu filan işi görür, lazımdır, valla bu düşüncələr. Lap görür, görmür, sənə nə var? Sənə nə istisi soyuğu var? Zehin adət elədisə pis düşüncəyə, onsuz qala bilmir. Axtarır, görsün pis şey nə var düşünüm. Keçmişin həsrəti ilə yaşayıb, bəzi adamlar var, xəstədirlər, nostalji xəstəsidirlər. Hey deyir, o vaxt günlərimiz var idi, yanır, tökülür. Bizim bir tanışımız da var belə. O vaxt günlərimiz vardı, heç belə də bir günü də olmayıb o vaxt. Amma keçmişdə hər şey şirin görünür, belə ləzzətli görünür.
Baxırsan elə bir ağ gündə də olmayıb heç keçmişdə. Hey deyir elə keçmişdə günlərimiz vardı, yanır, yaxılır, xəstəliyə düçar olur. Bu bir xəstəlikdir, psixoloji xəstəlikdir. Bunun haqqında bir dəqiqə düşünmək qəlbi viran edir keçmişdəki filan günlərimiz haqqında. Və yaxud da gələcəyin həsrəti, gələcəyin nigarançılığı. Görəsən nə olacaq? Vəziyyət çətindir, çörək tapacam yeməyə. Hey, oturur fikirləşir. Quran buyurur ki, şeytandır bu fikri salan. Siz gələcək haqqında nigaran eləyir. Gələcək haqqında nigaran eləyir. Əllamə Təbətəbai yazıq, biçarə demək olmaz o məqamda olan adama. Amma bilirsiniz də, çox da oradan da saf adam olub, arif adam olub, filosof olub. Bir dəfə peşman oldu, namaz qılırdı. Çox da fəqir vəziyyətdə yaşayırdı, borcları da var idi. Namaz qılanda, namaz qıldığı yerdə bir an fikirləşdi ki, mən sabah çörəyi hardan tapacam? Bir namazı bitirdim, qapını bir adam döyür. Açdım deyə bir mərifət sahiblərindən biridir. Mənə qaşqabaqlı nəsə verdi, pul verdi, nə verdi? Dedi ki, haçan biz səni diqqətdən kənarda saxlamışıq ki, indi də nigaransan. Allah dostuna rəva bilmir. Bir saniyə qəm çəksin ki, görəsən nə olacaq, sabahım necə olacaq? Bu düşüncələr xarab eləyir insanı. Bunlardan gərək düşünməyəsən. Başqalarının həyatını düşdüb təhlil eləmək ziyana aparır adamı. Xalam oğlunun yaxşı toyu oldu, 500 adam gəlmişdi. Onun toyuna filan kəslər gəlmişdi. Evləndiyi xanım filan idi. Mən də gedim belə bir oxuyum, yaxşı bir ailədən qız alım toyuma. 600 adam çağırım, ona qalib gəlim. Bu düşüncədir. Bu nədir, bu səviyyə nədir? O filan brenddən aldı, mən də ondan alım. İnanın ki, bizim xalqımızın və bir çox xalqların əyləncəsi bu düşüncələrdədir. Günü bunun da keçir. Nə olsun ki, sənin toyuna bu qədər adam gəldi, onun yəni dünya bu qədər oyun oyuncaqdır. Kiminsə haqqında pis güman deyir ki, gör nə gözəl dinimiz var valla. Deyir, dünən gecə birini günah eləyəndə gördün, oturub qeybət eləyirdi, deyinirdi. Sabah deyir, ona günahkar gözü ilə baxma. Dünən gecə 100% tövbə eləyib. Amma biz cəmaata eləmədiyi günahları nisbət veririk. Eləmədiyi günahları özdə baxmırıq, bu adam din alimidir, ruhanidir, imam cəmaatdır, adi mömindir, hər kimdir, baxmırıq. Biz eləmədiyi şeyləri deyirik, mən 100% yəqinim var ki, filan kəs filandır. Dinimiz deyir ki, dünən gecə günah üstündə gördün, sabah haqqın yoxdur ona günahkar kimi baxasan. Dinən mütləq tövbə eləyib bu. Düşüncəni bu qədər təmizdə, çirkabdan, pisliklərdən. Bir çox filmlərin, bir çox verilişlərin fəsadı bundadır ki, adamı lazımsız fikrə yönəldir. Çox missiyalar, çox verilişlərin missiyası budur. Vallahi mən bu işlərin biraz da içindəyəm. Hərdən bir gedirəm, görürəm. Siz də baxırsınız, görürsünüz ki, mənasız bir səmtə düşüncə yönəlir. Bir saat cəmaatın vaxtını alırlar. Heç nə, vallahi heç nə. Nə nəticə əldə olunur, nə heç nə. Hamı da baxır, reyting nə qədər oldu. Mənasız məsələlər, mövzular. Adamı inkişafdan saxlayan iki şey var. Sözümü bitirirəm, bağışlayın, bugün çox danışdım. İki şey var. Bir düşünməmək, bir də lazımsız şeylər haqqında düşünmək. İki şey insanı inkişafdan saxlayır. Amma bir söz deyim, ziyanlı şey haqqında düşünməkdənsə düşünməmək ondan yaxşıdır. Düşünməmək pisdir. Pis şey haqqında düşünmək ondan da pisdir. Düşünmək istəyən adam əvvəl gərək mənfi düşüncələrdən azad olsun. Əleyhissalamın sözü ilə məclisimizi nurani eləmək istəyirəm. Buyurur ki, mömin haqqında buyurur, İza nəzərə i'təbərə və idə səkətə təfəkkərə. Mömin belə adamdır. Baxırsa ibrət alır. Hər baxışında bir dərs var. Sakit oturubsa düşüncədədir. Oturubsa danışmır, bil ki, bunun fikri məşğuldur düşünməyə. Dünya üçün 18 saat çalışın. Nə bilim, istəyirsiniz 24 saat çalışın. Eybi yoxdur. Amma bir dəqiqə düşünməyin. Din belə deyir. Demir çalışma. Səhər dur, axşamacan dünya üçün çalış. Eybi yoxdur. Yeri var çalışmağa. Dayanmadan, yorulmadan çalış. Bugün ümumiyyətlə möminlərə lazımdır. Dünyası üçün çalışsın, oxusun, qazansın. Heç yorulmadan, tənbəllik eləməsin. Amma bir saniyə fikri məşğul eləmə.
Bu bir saniyə bərbad edir insanın qəlbini. Görürsən, dərin düşüncəyə dalıb, nəfəs almaq da yadından çıxıb. Nə haqqında düşünürsən? Dünya haqqında. Dəyməz. Buna görə dəyməz. Amma bir də görsən, dərindən nəfəs alır. Deyirsən, sən haradaydın? Deyir, mən qəbirdə idim. Qəbirdə suallara cavab verirdim. Bax, bu düşüncə nuranə eləyir insanı. Mən qiyamətdə idim. Deyirdim, Allah məndən bunu soruşsa nə deyəcəm? Bax, bu düşüncə insanı belə deyəndə nurlandırır insanın daxilini, qəlbini işıqlandırır. Allahın məhəbbəti haqqında düşünürdüm. Dünyanın yaradılışı haqqında düşünürdüm. İşləri haqqında düşünəndə də Allah üçün düşünə. Quranda insanları buna vadar eləyir. Buna istiqamətləndirir. Bu gündən bir dəfə həmişə günahdan tövbə eləyirik. İndi qəribə tövbələri var axı. Əstəğfiruke min kulli ləzzətin bi qeyri zikrik. Tövbəyə baxın. İmam Səccadın deyəsən tövbəsidir. İlahi, tövbə eləyirəm bütün ləzzətlərdən, yəni sənin zikrindən qeyri bütün ləzzətlərdən tövbə eləyirəm. Bugün də namaz qılandan sonra axşam namazında deyək ki, ilahi, nə qədər ki dünya haqqında düşünmüşəm, qəmlənmişəm, hamısından tövbə eləyirəm. Bağışla məni. Bağışla məni ki, fikrimi lazımsız şeylərə məşğul eləmişəm, lazımsız şeylər haqqında düşünmüşəm. Kərbəlada 13 yaşda uşaq Həzrəti Qasim hamı müjdə alanda deyir, düşüncəyə dalmışdı, dərin düşüncəyə. Düşüncəsini gəlib İmam Hüseynə dedi ki, ağa olar sual verim. Dedi ki, buyur. Sualı göstərdi ki, nədən nigarandı. Dedi ki, sabah şəhidlik mənə qismət olacaq, yoxsa yox. Bu nigarançılıq vardı onların ürəyində ki, elə bir məqama gedib çatdılar. 13 yaşda uşaq, cavan uşaqlar, yaşlı kişilər, hamısı təfəkkürlə, düşüncə ilə lazımı istiqamətə gedib çatdılar, lazımı dəyəri əldə elədilər. Allah bizi ağıl sahiblərindən, təfəkkür sahiblərindən qərar versin inşallah.